Rusiya buğdası ilə yüklənmiş qatar Azərbaycan ərazisindən keçərək Ermənistana çatıb. Yükü qarşılamaq üçün İqtisadiyyat naziri Gevorg Papoyan ayrım stansiyasına gəlib. Պատմական իրադարձություն տեղի ունեցավ. Bir neçə dəqiqə əvvəl tarixi hadisə baş verdi. Təxminən 3,5-10 illik fasilədən sonra ilk dəfə olaraq dəmir yolu ilə Azərbaycan ərazisindən Ermənistan Respublikasına yük, xüsusilə 15 vaqon yük gəldi. Azərbaycan, Gürcüstan ərazisindən dəmir yolu ilə keçən 1000 ton Rusiya mənşəli buğda Ereyə gəldi. Rusiya Nəqliyyat Nazirliyi bunun bir dəfəlik müqavilə olmadığını təsdiqləyib. 2026-cı ilin yanvar ayına qədər bu marşrutla Ermənistana daha 132 vaqon buğdanın göndərilməsi planlaşdırılır. Rusiyanın baş nazirinin müavini Aleksey Aberçuk da hadisəyə münasibət bildirib. Yeni marşrut TRF-nin region ölkələri ilə nəqliyyat əlaqələrini gücləndirir. Avrasiya İqtisadi İttifaqının digər üzv dövlətlərindən gələn mallar üçün Ermənistan bazarlarına çıxışı artırır və erməni istehsalçıları üçün həmin ittifaqın bazarlarına çıxışı yaxşılaşdırır. Rəmzi aldır ki, bu yolla keçən ilk yük həyatın və yaradılışın ən mühüm simvollarından biri olan Rusiya taxılı olub ki, bu da Cənubi Qafqazda sülhün bərqərar olması, münaqişədən əməkdaşlığa keçid üçün ümumi istəyi bir daha vurğulayır. Baş nazir də hadisəyə ən yüksək səviyyədə toxunub. O, bu inkişafı təkcə logistik deyil, həm də strateji baxımdan qiymətləndirərək onu regional proseslərlə əlaqələndirib. Biz ողջունում Rusiyanın daşlıcan aktivitəsini. Mən RFN-in dəmir yolu ilə bağlı fəallığını alqışlayıram. Biz təsəvvür edirik, deyilmi? 130 vaqon neçə yük maşınıdır. Mən alqışlayıram və alqışlamaq istəyirəm ki, bu avqustun 8-dən sonraki inkişaflarla bağlı təsəvvürlərimizə tam uyğundur. Bu sadəcə Nikol Paşinyana verilmiş siyasi bir kartdır və buna görə də bütün bunları nəzərə alaraq iqtisadi hissəni əlbəttə ki, danışıb müzakirə edə bilərik, amma o qədər boşluqlar var ki, insanlar rəqəmləri açıqlamır, nəzərə almırlar ki, eyni Qazaxstan Türk dünyasının bir hissəsidir, türk dilli dövlətdir, tamamilə Türkiyənin təsiri altındadır. Tənqidçilər iddia edirlər ki, bu prosesdə sırf iqtisadi məntiqlə baxmaq olmaz. Hər bir iqtisadi əlaqənin siyasi konteksti var. Onlar Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyanda və öz idarəçilikləri nəticəsində o əraziləri itirəndə, məsələn, dürüst olub deyərdilər ki, o ərazilərdən Ermənistana nə qədər və hansı qiymətə buğda gəlirdi ki, hansı ki, indi baş vermir. Dəmir yolu Azərbaycan ərazisindən, sonra isə Gürcüstandan keçir. Oradan da Ermənistana. İctimai televiziyaya verdiyi müsahibədə Papayan həm bahalı, həm də tıxaclar və digər problemlərlə əlaqədar tez-tez problemli olan Yuxarı Lars avtomobil yoluna alternativ olaraq bu yeni logistik marşrutun iqtisadi üstünlüklərini qeyd edib. Rusiyakan çörəyə, որը Ռուսաստանի տարածքով երկաթուղով. Əslində bu Rusiya vasitəsilə Azərbaycana gələn Rusiya buğdasıdır və Ermənistanla Azərbaycan arasında hazırda birbaşa dəmir yolu əlaqəsi olmadığı üçün Gürcüstana, Gürcüstandansa Ermənistana gedib. Artıq trip yol açılanda, yəni Mehri ilə əlaqəmiz olanda, o halda RF Azərbaycan Ere yeni Azərbaycan olardı, çünki Naxçıvan gəlir və yenidən Ere. İqtisadçı qeyd edir, iki dövlət arasında siyasi problemlər həll olunmadıqca, iqtisadi əlaqələr siyasi manipulyasiya vasitəsi kimi xidmət edə bilər. İki dövlət arasında siyasi problemlər həll olunana qədər iqtisadi məsələlərə adətən qısa müddətli və müəyyən siyasi manipulyasiya aləti olur. Rusiya-Ukrayna müharibəsi parlaq nümunədir və bu kontekstdə məsələn Türkiyənin vasitəçiliyi ilə Ukrayna buğdasının ixracına müvəqqəti icazə verdilər, hə? İdarə etmə mütəxəssisi məlumatların şəffaflığı ilə bağlı da narahatdır. Biz heç ixalçının kim olduğunu da bilmirik, deyilmi? Taxılın dövlət yoxsa özəl təşkilat. Yəni istisna deyil ki, növbəti, məsələn, populist bir manipulyativ addım atsınlar və məsələn dövlət büdcəsindən subsidiya versinlər, onun qiymətini süni şəkildə aşağı salsınlar və göstərsinlər ki, baxın bu indiyə qədər gələndən daha ucuz idi. Yəni min bir şey var. Nazir Papayan həmçinin bildirib ki, yaxın vaxtlarda eyni yolla Qazaxstan buğdası da gələcək. Lakin bütün bunların çörəyin qiymətinin aşağı düşməsinə səbəb olub olmayacağı sualına nazir bir mənalı cavab verməyib. Niyə demirəm ki, qiymət mütləq bu qədər faiz düşəcək? Çünki bu müxtəlif şərtlərdən asılıdır. Çörəyin qiymətinin yalnız bir hissəsi buğdanın maya dəyəridir. Orada elektrik enerjisi, daşınma, logistika, məzənnə və s. var. Çoxlu sayda amillər var.
Bu logistika məsələsi deyirəm, əvvəlcə təhlükəsizlik məsələləri, siyasi məsələlər, bütün bunlar, bu risklər hər halda bütün xərclərə çevrilir. Və burada artıq dediyim kimi, mənim fikrimcə bunun siyasi konteksti var. İlk partiya hələ boşaldılarkən, Qazaxstan buğdası ilə növbəti qatar artıq yoldadır və bu marşrutu davamlı bir reallığa çevirir. Bununla yanaşı, iqtisadi mənfəət və siyasi manipulyasiyanın birləşməsi mövzusunda mübahisələr də davam edir.